Salam əziz balalar. Bugünkü dərsimizin mövzusuna başlamazdan əvvəl həmişə olduğu kimi bir tapşırıq nümunəsini birlikdə həll edəcəyik. Gəlin dərsliyin səhifəsindəki A tapşırığına nəzər yetirək. Cümlələrdə işlənmiş feillərin sonunda şəkilçilərin dəyişməsinə diqqət edin. Sizcə bu dəyişmənin səbəbi nədir? Gəlin cümlələri oxuyaq. Mən kitab oxuyuram. Biz kitab oxuyuruq. Siz kitab oxuyursunuz. Feillərin sonundakı şəkilçilərə fikir verin. Birinci feilin sonunda am şəkilçisi var. İkinci feilin sonunda uq. Üçüncü feilin sonunda isə sunuz şəkilçisi yerləşdirilib. Necə düşünürsünüz? Bu dəyişmənin səbəbi nədir? Əlbəttə ki, bu dəyişmənin səbəbi şəxs əvəzlikləridir. Şəxs əvəzlikləri dəyişdikcə feil də müvafiq şəkilçilər qəbul edərək dəyişir. Bax, bugünkü dərsimizin mövzusu da məhz feilin şəxsə görə dəyişməsi olacaq. Əvvəlcə gəlin, dərslikdə verilmiş bunları bilməliyik rubrikasındakı qayda ilə tanış olaq. Daha sonra həmin qaydadan istifadə edərək səhifədəki tapşırıqları yerinə yetirək. Hərəkəti icra edən şəxsdən asılı olaraq feillər müəyyən şəkilçilər qəbul edir. Bu şəxslər mən, sən, o, siz, biz və ya onlar ola bilər. Bəs bu zaman feillər hansı şəkilçiləri qəbul edir? Gəlin nümunə əsasında buna baxaq. Məsələn, yazmaq feilini gəlin şəxs əvəzliklərinə uyğun dəyişək. Mən yazıram, sən yazırsan, o yazır. Biz yazırıq, siz yazırsınız, onlar yazırlar. Fikir versəniz, hər bir şəxsə uyğun feilin sonuna müvafiq şəkilçilər artırmışıq. Bax, bu feilin şəxsə görə dəyişməsi adlanır. İndi isə gəlin tapşırıqlarımızı yerinə yetirək. Uyğunluğu müəyyən edin. Şəxs əvəzliklərinə uyğun feilləri seçməliyik. Gəlin baxaq. Mən nə etdim? Gəzdim. Sən nə etdin? Gəzdin. O gəzdi. Fikir versəz uşaqlar, üçüncü şəxsin təkində feil heç bir şəxs şəkilçisi qəbul etmədi. Digər hala baxaq. Burada şəxs əvəzlikləri cəmdə göstərilib. Biz nə etdik? Gəzdik. Siz gəzdiniz, onlar gəzdilər. Keçək növbəti tapşırığımıza. Nöqtələrin yerinə uyğun şəxs əvəzliklərini artırmaqla cümlələri köçürün. Yay aylarında doğma kəndimizdə dincəlirik. Gəlin feilin son hissəciyinə baxaq. Fikir versiniz, burada feil ilk şəkilçisi qəbul edib. Bax, bu şəkilçi bizə buraxılmış nöqtələrin yerinə hansı şəxs əvəzliyinin olduğunu tapmağa kömək edir. Dincəlirik. Biz dincəlirik. Bugün dərslərini oxuyub qurtarandan sonra bizə gələrsən. Gələrsən, yəni sən gələrsən. Adətən istirahət günləri görüşürlər. Kim görüşür? Onlar görüşürlər. Larlər şəkilçisi bizə burada üçüncü şəxsin cəminin olduğundan xəbər verir. Ev işlərində anama kömək edirəm. Əm şəkilçisi birinci şəxsin təkinə aid olduğundan xəbər verir. Həmişə ən maraqlı işi təqdim edirsiniz. Siz təqdim edirsiniz. Axır zamanlar dərslərdə fəallıq göstərir. Görürsünüz, burada uşaqlar, feilin sonunda heç bir şəxs şəkilçisi yoxdur. Yadınızdadırsa, qeyd etmişdik ki, üçüncü şəxsin təkində feil heç bir şəxs şəkilçisi qəbul etmir. Deməli, bax, burada nöqtələrin yerində buraxılmış əvəzlik o əvəzlik olacaq. Axır zamanlar o dərslərdə fəallıq göstərir. Növbəti tapşırığımıza baxaq. Hər bir cümlənin sonunda verilmiş feilə uyğun şəkilçi artırmaqla cümlələri tamamlayın. Gəlin feillərə uyğun şəkilçilər artıraq. Bunun üçün mütləq şəxs əvəzliyinə fikir verməliyik. Biz müəllimin izahlarını diqqətlə
dinlədik və yaxud dinləyəcəyik. Boş vaxtım olanda mən kitab oxuyuram. Burada birinci şəxsin təki olduğu üçün feil oxuyuram olacaq. Am şəkilçisi qəbul edəcək. Sən həmişəki kimi ədalətli danışırsan. Sən əvəzliyinə uyğun feil danışırsan formasında olacaq. O öz çalışqanlığı ilə hər zaman hamıdan seçilir. Burada isə feilə heç bir şəxs əvəzliyi, şəxs şəkilçisi əlavə etmədik. Onlar bütün problemlərinin həllində yaxından iştirak edirlər. Üçüncü şəxsin cəmi və ona uyğun feil iştirak edirlər olacaq. Siz vətənin torpaqlarını göz bəbəyi kimi qorudunuz. Bu ikinci şəxsin cəminə uyğun olaraq feilə nuz şəkilçisini əlavə etdik. Bax belə uşaqlar, bugünkü dərsimiz bu tapşırıqla sona çatdı. Növbəti dərsimizdə görüşərik.